Həmçinin bil ki, Ramazanı son Ramazan kimi gör. Yəni bilmək olmaz sən yenə Ramazana çatacaqsan yoxsa yox. Belə zənn eləmə ki, Ramazanlar çoxdur. Hələ mən cavanam, mənim nə yaşımdır ki, mən hələ bundan sonra neçə Ramazan görəcəm. Bu yanlış bir, xata bir fikirdir. Əgər Ramazana çatmasansa, onu fürsət bil, ondan istifadə et, onu qənimət bil. Öz kisəvi doldurursan, yaxşı əməllər edirsənsə, yaxşı əməllərlə. Əgər yaxşı əməllər etmirsənsə, o zaman pis əməllərlə və ya lazımsız şeylərlə özünü məşğul edirsən. Və bu sənin ömür dəftəri və peşmançılıq kimi yazılır və sən heç nə əldə edə bilmirsən. Ona görə nədir bizə vacib olan bu fürsəti, bu ayı, bu dəqiqələri oruclu halda, Quran oxumaqla, yaxşı əməllər görməklə, təravih namazlarını məscidlərdə qılmaqla keçirməkdir. Demə inşallah axırıncı 10 gün, demə inşallah falan. Bunlar hamısı şeytanın vəsvəsələridir, insan Allahdır. Və insana uzun-uzun arzular vəd verir. Halbuki sən bilmirsən sabah və birisi gün və axırıncı 10 gün Allah bilir çatacaqsan yoxsa yox. Ona görə qənimət bil olduğun günü ağıllı insan əlində olandan istifadə edən nədir? Əlində olandan istifadə edəndir. Nəinki olmayan bir şey barədə xəyallar qurmaq, olmayan şeylər barədə düşüncələr qurmaq, hansı ki heç birinin faydası, heç birinin insana xeyri yoxdur.